Salam aleykum. Hər kəsə Allahın adı ilə salamlayıram. Bu günləri mən sizə din haqqında məlumat danışacağam. Onda başlayaq. Səfərdə dua. Bəzən qısa, bəzən də uzun səfərlərə çıxırıq. Bu səfərlər bəzən 1-2 saat, bəzən də bir neçə gün çəkə bilir. Ayrıldığımız yerlə gedəcəyimiz yer arasındakı məsafə nə qədər olursa olsun, yolda olmağın özünə məxsus bəzi çətinlikləri var. Əlbəttə dua edərək bu çətinliklərin aradan qalxması üçün Rəbbimizdən yardım istəyə bilərik. Beləliklə özümüzlə aparmadığımız hər şeyimizi də əmin əllərə təslim etmiş olarıq. Ey ucalardan, uca olan Rəbbim, səndən yardım istəyirəm, sənə arxalanıram. Səfərimi asanlaşdır. Məni qəzalardan və bəlalardan mühafizə et. Yaxşılıqlar və gözəlliklər nəsib et. Qəlbimə fərəhlik ver və işimi asanlaşdır. Ey Rəbbim, məni dinimi, ailəmi, qohum-əqrabamı və hər şeyimi sənə əmanət edirəm. Bizi hər cür pislikdən qoru. Ey gözəl Allahım, gedəcəyimiz yerə bizi sağ-salamat çatdır deyərək dua edə bilərik. Salam aleykum.